Şirvan şəhəri Tofiq İsmailov küçəsindəki bəzi yaşayış binalarında isə acınacaqlı vəziyyət hökm sürür. Sakinlər üfunət qoxusundan qapı pəncərələrini aça bilmirlər. Təmiz hava üzünə həsrət olan sakinlər hələ gün işığına da həsrətdilər. Çünki sahibsiz itlərin qorxusundan küçəyə çıxa bilmirlər. Tofiq İsmailov gedir, amma bilmirəm, vallahi adresi yoxdur. Biz bura skoru çağıra bilmirik. Vaxtilə uşaq bağçası üçün nəzərdə tutulan bu binada illər əvvəl məcburi köçkünlər məskunlaşıb. Onlar üçün qəsəbələr salındıqdan sonra köçüb gediblər. Hazırda isə burada 25-ə yaxın yerli sakinlərdən ibarət ailənin yaşadığı binada vəziyyət belədir. Pis vəziyyətdə yaşayırıq da, kanalizasiya hamı padiyeza axıdır. Kanalizasiyanın içi mən qarışıq. Bəs bizim axırımız nə olacaq? Yağış yağanda qabları qoyuruq yağışın altına. Su damır, açırıq. Altdakı danışır, deyir bu nədir? Deyirəm, mən nağayırım. Biraz nisəyə qır götdüm, qırradım. Həyəti bürüyən kolkos və sahibsiz itlər də sakinlər üçün təhlükədir. Sakinlər günün günorta vaxtı belə sahibsiz itlərin qorxusundan küçəyə çıxa bilmirlər. Bərbad gündədir, bərbad vəziyyətdədir. Burada körpə uşaqlar var, məktəbə gedə bilmir. Sahibsiz itlər baş alıb gedir buranı, kolkos basıb, gecə vəhşi heyvanlar çıxır bura. Həyətdə bazada çaqqal, ona tülkü, itlər sürü ilə olur. Bunlar xanalıdır. Bunlar hamısı sökülər, sular dağılar, hər yan gözəl olar. Bir dənə bizim bu iyimiz, o pləkandan çıxıram yuxarı, yağış başıma tökür, yaşlı zaman. Bizim də deməkdə məqsədimiz odur ki, buranı bir tədbir görsünlər, kimin balansındadır, kim alıbsa, kim özü üçün buranı nəsə eləyəcəksə, buranı təmizləsinlər. Məsələ ilə bağlı Şirvan şəhər icra hakimiyyətindən bildirildi ki, sözü gedən bina vaxtilə Melorasiya Mexaniki Təmir Zavodunun balansında olub, uşaq bağçası kimi nəzərdə tutulub. Lakin sonradan məcburi köçkünlər yerləşdirilmişdir. Həmin ünvanda hal-hazırda bir neçə ailə yaşayır. Məsələ ilə bağlı şəhər icra hakimiyyəti tərəfindən aidiyyət üzrə müvafiq tapşırıqlar verilmişdir. Sakinlər ümid edir ki, illərdir baxımsız qalan binada əsaslı təmir və həyətlərdə abadlıq işləri aparılaraq təhlükəli vəziyyət aradan qaldırılacaq. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Spice TV, Şirvan.